4005 bu sadəcə rəqəm deyil. Taleyi naməlum qalan insanların sayıdır. Müharibə itkinlərinin bir qisminin nəşi tapılsa da, bugün də 4005 ailənin gözü yoldadır. Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının siyahısı yenilənib. Əskərə yola salanda mən onu qucaqladım. Başımı sinəsinə qoydum, ağladım da. Bana dedi, Ayanaydı, niye ağlıysan dedi. Ben dedi, sizi korumağa getirəm. Ana bacılarımızı korumağa, torpağımızı korumağa getirəm. 33 ildə bir xəbər çıxmırsa, benim balam yoxdur. Zaqatalanın Yengiyan kəndindən olan İsmailovlar 3-10 illikdir ki, oğulları Vüqarın yolunu gözləyirlər. 30 ildən artıqdır ki, yüzlərlə belə ailə yaxınlarının taleyindən xəbərsizdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son rəsmi məlumatına görə müharibə itkinlərinin sayı 4005 nəfərdir. 44 günlük vətən müharibəsindən sonra üzə çıxan faktlar isə Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi sistemli cinayətlərin miqyasını ifşa edir. Bugünədək 32 kütləvi məzarlıqdan 877 nəfərin qalıqları tapılıb. Ermənistan işğal dövründə və sonraki mərhələdə kütləvi məzarların yerləri barədə dəqiq məlumat verməkdən hələ də imtina edir. Nəticədə beynəlxalq hüquq kobud şəkildə pozulur. Biz ümid edirik ki, Ermənistan tərəfi hazırki sülh və etimad quruculuğu prosesində real və səmimi addımlarını sübut etmək üçün bu kimi prosesdə Azərbaycanla birgə işləməyə razı olsun və çünki onların aidiyyəti hərbi hissələrində, aidiyyəti dövlət qurumlarında qətlə yetirilən, məhz Azərbaycanlı olduğuna görə müharibə cinayəti kimi qətlə yetirilən soydaşlarımızın yeri, onların toplu məzarlıqları barədə dəqiq məlumatlar var. Məhz bu əməkdaşlıq nəticəsində biz nəhayət yüzlərlə ailəni öz övladının nəşinə, övladının xatirəsinə qovuşdura bilərik. Digər ciddi problem isə mina təhlükəsidir. Son günlər daha 2 nəfərin mina terrorunun qurbanı olması təhlükənin aktuallığını bir daha göstərir. Beynəlxalq hüquqa görə minalanmış ərazilərin xəritələri dərhal və tam şəkildə təqdim edilməlidir. Lakin Ermənistan bu öhdəliyi yerinə yetirmir. Nəticədə Azərbaycan yeni insan itkiləri ilə üzləşir. Təkcə son statistikaya əsasən 6 il ərzində azad olunan ərazilərdə 261 insident qeydə alınıb. Nəticədə 423 nəfər zərər çəkib. 73 nəfər həlak olub, 350 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Zərər çəkənlərin 230-u mülki şəxslərdir. Ümumilikdə isə 1991-ci ildən bugünədək 3400-dən çox insan mina qurbanına çevrilib. Günel Habil qızı, Röyal Əsədov, AzTV xəbər.